Pişəvəri hökuməti yeni qurulduğu zaman, Təbrizi aldığı zaman İran ora məşhur siyasətçilərindən Murtaza Qulu Bayat adlı bir adamı qubernator kimi göndərir və özü də əslində Əraqlı türk idi. Təbii ki, o dövrdə artıq asimil olmuşlar, Bayat tayfasından idi. Murtaza Qulu Bayatın Azərbaycan əhalisində bir bəyanatı var, farsça verdi. Orada vədlər verir ki, bəs bu hökuməti dəstəkləmir filan. Nəysə, Pişəvəri ki, buna cavabında sadəcə bildir ki, Murtaza Qulu Bayat əgər Azərbaycan xalqına səslənmək istəyirsə, ona tövsiyə edilir ki, türkcə yazsın. Çünki Azərbaycanda cəmi 2000 nəfər adam fars dilini bilir. Yəni belə bir maraqlı nüans idi. Yəni dil məsələsi əsas burada hərəkət verici motivasiya qaynaqlarından biri idi. Və ilk günlərdən də Azərbaycan dilinin, Azərbaycan dili və yaxud da ki, türkü adlanır. Yəni bu dil Cənubi Azərbaycanda türk dili adlandırılmasına bağlı qərarlar elan edilir. Məktəblərdə tədris tamamilə bu dildə keçirilir və dili bilməyənlərdə bir il vaxt verilir ki, fars dilindən türk dilini keçid eləsinlər.